Bildiyiniz ki, ümumiyyətlə danışıqlarımızda və ya işlətdiyimiz ədəbiyyatda və hətta yazılan ədəbiyyatda milli sözü, milli görüş, milli kimlik, milli dil, milli vətən danışıqlarımızda, analizlərimizdə, ədəbiyyatımızda çox-çox işlənir. Bəzilərinə bəlkə bu sözlərin işlətməsi və bu qavramların işlədilməsi ədəbiyyatımızda ondan millətçilik və ya nasionalistik bir ideolojik baxış açısı qavransın və ya anlaşılsın. Ona görə hiss etdim ki, milli nədir və milliyyətçilik hansıdır deyə qısa da olmuş olsa izah gətirim. Milli dediyində millətçiliklə tamamilə fərqli bir qavramlardır. Devlətçilikdə və siyasətdə milli mənfəət, milli suverenlik, milli çıxar, milli gəlir, milli dil və milli kimlik bu gün beynəlmiləli hüquqa keçən qavramlar kimi sayılırlar və siyasət və devlətçilik aləmində və ədəbiyyatında işlənən qavramlardır. Nasionalizm bir ideolojidir. Milliyyətçilik, nasionalizm. Bizimkilər Güney Azərbaycanda ona millətçilik də deyirlər. Amma devlətçilikdə və siyasət aləmində işlənən ədəbiyyatda da milli sözü geniş vasitədə işlənir. Bu işlənmənin səbəbi ideolojidən qaynaqlanan deyil, bəlkə siyasət aləminin gerçəyindən meydana gəlmiş bir ədəbiyyatdır. Yəni, bu kürədə indi 200-ə yaxın devlət qurulmuşdur və bu devlətlər müəyyən sınır və sərhədlərlə bir-birindən ayrılır. Bu sərhədlərin bir-birinə qarşı müəyyən bir hüquq yazılır. Onu uluslararası hüquq və ya beynəlmiləli hüquq adlanır. Bu uluslararası hüquqda bu ədəbiyyat işlənir. Yəni, məsələ fərq eləməz ki, sənin komünistik bir devlət olasan və ya liberal demokrat bir devlət olasan, hər halda uluslararası yazılan hüquq əsasında bu devlətlər siyasət aparmalıdırlar. Milli mənfəət və ya milli çıxarlar söz konusu olanda iki fərqli qavram ortaya gəlir. Birisi bir məmləkətə qarşı milli maraqlar və ya milli çıxar söz konusu olur. O birisinə daxili istimara məruz qalan etno-millətlərin durumuna baxaraq milli maraq və ya milli çıxarlar söz konusu olur. Milli mənfəət dediyində iqtisadi məsələlərlə, xarici siyasətlə, müdafiə məsələsi ilə bir etno-millətin və ya bir devlətin sosial-siyasi məsələləri və çevrə mövzularını içləyən və ya içinə alan, onlara ulaşan hədəflər sayılır. Milli çıxar ya milli mənfəət ümumiyyətlə bir ölkənin egemenliyi və ya bir etno-millətin varlığını diqqət mərkəzinə alan, qorumayı hədəfləmə ilə, eyni zamanda o ehtiyaclara cavab vermə ilə əlaqəli bir konudur milli mənfəətlər. Əlbəttə, milli mənfəət və ya milli çıxar hər ölkənin və ya hər etno-millətin özəl şəraitinə və onların öncəliklərinə baxaraq dəyişilə bilir. Bu tərif açısından milli maraq və milli mənfəət ideolojiyə deyil, siyasətə bağlı bir, gerçəkliyə dayanan bir qavramlardır. Yəni, Sovyet Birliyi bir hakimiyyət olaraq uluslararası hüquq əsasında özünü qorumaq üçün milli mənfəətlərinə dayanmalı, Amerikada o əsasda hərəkət etməli və başqa ölkələrdə, bu Danmarkdır, bu Norveçdir, bu Almaniyadır, fərq etməz. Hər bir ölkənin qurulduğunda milli mənfəətlər ali səviyyədə söz konusu olur. Amma dediyim ki, milli maraq və milli mənfəət yalnız devlətlərin deyil, bəlkə bir zaman xarici və bəzən daxili istimara məruz qalan etno-millətlər də öz ali, demokratik və insani hədəflərinə çatmaq üçün də milli maraq və mənfəətləri əsasında hərəkət etmə zərurətləri tamamilə anlaşılmalıdır. Əlbəttə, zikr etməliyəm ki, bu qavramların mürəkkəbliyini və milli çıxarların necə qorunması çox fərqli və çox mürəkkəb faktorlara bağlı olan qavramlardır. Milli mənfəət və milli çıxar söz konusu olanda ekonomi və təbəqati məsələ, kültürel məsələ, toplumun fərqli kəsimlərinin mənfəətləri, milli maraq və mənfəətlərini təmsil etməkdə, devlətlərin və ya millətlərin mənfəət əsasında bir-birinə qarşılıq verməkdə və bugün çox da mürəkkəb bir özəlliyə sahib olan vəziyyətdir ki, özünə aid müəyyən analiz lazımdır. Yəni, milli mənfəət və milli çıxar söz konusu olursa, hangi ölkədə olmağına baxmayaraq, ona bir özəl analiz və təhlil və dərindən onu anlama, iqtisadi, təbəqati, siyasi, etno-milli, kültürel açıdan
fərqli açılardan baxıb ona analiz qoyma və o milli çıxar və mənfəəti dəqiq tanımaq başqa bir faktordur ki, bugünkü bizim sözümüzün içinə yerləşməz. Yalnız genel olaraq bugünkü danışığımızda milli sözünün siyasət və dövlətçilik ədəbiyyatında işlənməsi ilə bir ideolojik ya nasyonalist anlamda işlənməsindən çox fərqli olmasını yalnız anlatmaq istəməyə çalışdım. Qısa mənada milli sözü işlətmək milliyyətçi və ya nasyonalist olma mənasına gəlməz. Necə ki, kommunistlər Sovyet Birliyində o milli mənafe əsasında hərəkət etdilər. Başqa ölkələrdə də milliyyətçilik və ya aşırı milliyyətçiliyə dayanmaq əsasında milli mənafeyini izah etdilər və onun sonuclarını da əlbəttə gördülər. Bugünkü mövcud olan təcrübəli siyasi sistem bir liberal demokrat sistemdir. Amma bu liberal demokrat sistemə bir sosial-demokratik anlayışın yüklənməsi ilə bir nasyonalist ideolojinin yüklənməsi müəyyən bir sonuclanmasında ciddi təsirini görmək olur. Əlbəttə bunu da artırmalıyam ki, zamanda arxaya getdikcə ideolojilər bir-birindən radikal formunda ayrılmasını daha diqqətlə görmək olur. Amma zaman geçdikcə ehtiyaclar iç-içə girdiyində ideolojilər də istər-istəməz bir türlü iç-içə girmiş bir durumunda olurlar və ümumiyyətlə fikri axınlar geçmiş kimi dört bucaq deyil, daha biraz yuvarlaq şəkildə önə getməsini görmək olur. Son sözüm, siyasət aləminin ədəbiyyatı və ideoloji aləminin ədəbiyyatı baxmayaraq ki, %100 bir-birindən ayrı olmasa da, amma %100 bir-birinin üstə düşməz. Ümid edirəm arzuladığım hədəfi bu neçə dəqiqənin içində izah etmiş olmuşum. Çox sağ olun.